6-cı sualda verib ki bizə aşağıdakı qrafikdə X və Y ağaclarının boy zaman asılılığı verilmişdir. Qrafikə görə X ağacı 4 ayda neçə santimetr böyüyür? Baxın, birinci X ağacı budur, Y ağacı da budur. Deməli, Y ağacı 3 ay ərzində əkiləndə 50-dir, 3 ay ərzində olub 56. 50-dən 56-ya Y ağacı 3 ay ərzində 6 santimetr böyüyür. 3 aya 6 santimetr böyüyür. Bəs toplam 8 aya nə qədər böyüyür? Əgər ki 3 aya 6 böyüyürsə, 1 aya belə yazaq, 2 böyüyür. 8 aya 8 vur 2, 16 santimetr böyüyəcək. Əgər ağac əkiləndə 50 santimetr idisə, 8 aya 16 santimetr böyüdüsə, oldu 66. Ağacın uzunluğu 8-ci ayda 66 olursa, indi baxırıq X ağacına. X isə əkiləndə 32-dir və 8 ay müddətində bu da həmin qədər 66 olub. 32-dən 66-ya X ağacı 8 ay müddətində 32-dən 66-ya nə qədər böyüyüb? Fərqə baxaq. 32, daha doğrusu 34 santimetr böyüyüb. 8 aya 34 santimetr böyüyübsə, bəs 4 aya neçə santimetr böyüyər? Yarısı qədər. 17 santimetr.